Herkese salam. Davam edirik biologiya fənnindən Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul imtahanlarında istifadə etmiş olduğu test nümunələrini izah elə. Bugün sizlərə 2018-ci tədris ilinin test suallarını izahını təqdim edəcəm. Sual 51 ilə başlayaq. Soğanağın gövdəsi adlanır. Bilirik ki, soğanaqda həm yarpağın şəkil dəyişməsi olan pulcuğa, həm də gövdənin şəkil dəyişməsi olan dibciyə rast gəlinir. Soğanağın gövdəsi dibcik adlanır və deməli, soğanaqda iki tip vegetativ orqan şəkli dəyişməsi olduğunu yadımızda saxlayırıq. Sual 52 ilə davam edək. Bizə qeyd edir, ilk dəfə yumurtacıq meydana gəlmişdir. Yumurtacıq ilk dəfə Paleozoy erasının Devon dövründə çılpaq toxumlarda rast gəlmişdir. Yəni biz çılpaq toxumlu bitkiləri buradan axtaracağıq. Və bitkilər K, L, M, N, S bitkilərini müəyyən etmiş olaq. K bizdə yalnız tabloma malikdir. Gövdəsi yox, kökü yox, meyvə yanlığı yox. O zaman bura yosunları qeyd edərik. El həm talloma, həm də zoğa malikdir. İlk dəfə mamırlarda biz gövdə yarpağı qeyd edirik. Əgər bu bitki qrupunun zoğu var, lakin kökləri yoxdursa, artıq bu mamır olacaqdır. Mamırın tallomu isə onun cücərtisi olan protonemasıdır. M həm talloma, həm zoğa, həm də yan və əlavə köklərə malikdir. Deməli, kökü var, lakin əsas kökü yoxdursa, bu qıcı kimlər olacaqdır? Qıcı kimlərdə də tallom protaldır və gövdə və köklərə malikdirlər. Kök, gövdə, yarpaq, mamır, qıcı kimlərdə vardır, lakin əsas kök yoxdur. Əsas kök ilk dəfə çılpaq toxumlarda yaranır. Deməli, əgər yan köklər əsas kökdən inkişaf edir deyirsə, bu artıq çılpaq toxumlardır. Nəyə görə örtülü toxumu götürmədim? Çünki meyvə yanlığı yoxdur. Bura çılpaq toxumları. Meyvə yanlığına da malikdirsə, bura isə örtülü toxumları qeyd edəcəyik. Bizə İlk dəfə yumurtacığın əmələ gəldiyi bitki qrupunu soruşduğu üçün deməli çılpaq toxumları götürəcəyik. Sual 53. Heyvan hüceyrəsinə fagositozun getməsinin əsas səbəbi nədir? Heyvan hüceyrələri digər aləmlərin hüceyrələrindən fərqli olaraq hüceyrə divarına malik deyildir. Ona görə də hüceyrə divarı yoxdur deyə heyvan hüceyrələrində fagositoz prosesi gedə bilir. Bitki, göbələk, bakteriya. Bunların xarici qlafı hüceyrə divarı adlanır. Hüceyrə divarı qalındır, elastik deyil, işıq mikroskopunda görünür, mexaniki funksiyası vardır və fagositozu təmin etməz. Yəni fagositoza mane olan bir şeydir. Canlıların 4 aləmin 4-ündə də pinositoz var. Pinositoz maye halında olan maddələrin hüceyrəyə keçididir və 4 aləmin 4-ündə də rast gəlinir. Lakin fagositoz bərk halda olan maddələrin keçidi olduğu üçün burada nazik hüceyrə qlafına ehtiyac vardır. Bu da heyvanlar aləmindədir. Heyvanlar aləmində xarici qlaf qlikokaliks adlanır. Qlikokaliks nazikdir, elastikdir, mexaniki funksiyası yoxdur. Deformasiya ola bilir deyə fagositozu biz heyvanlar aləmində müşahidə edə bilirik. Çünki heyvanlar aləmində fagositoz var. Ona görə ki, onlarda hüceyrə divarı yoxdur. Sual 54. Parentali. Parentali biz genetikada istifadə etdiyimiz bir termindir və parentali sözünün mənası valideyn deməkdir. Sual 55. İki hüceyrə birləşərək zigot yaradıbsa, təbii ki, birinci proses mayalanma olacaq. Zigot isə mitoz yolla bölünür və iki blastomerli rüşeymi yaratmış olur. Demək, mayalanma və zigot da mitoz yolla bölünmüş olacaq. Cavabımız olur C variantı. Sual 56. İnsan üçün hansı mülahisələr səhvdir? Həzm kanalında zülallar bir-birindən kəskin fərqlənən iki mühitdə parçalanır. Bu doğru fikirdir. Zülallar, süd zülalları və mürəkkəb zülallar mədədə, sadə zülallar isə nazik bağırsaqda parçalanır. Deməli, süd zülallarına ximozin, mürəkkəb zülalları pepsin mədədə təsir edir, mədədə turş mühitdir. Sadə zülallar isə tripsin nazik bağırsaqda təsir etmiş olur, nazik bağırsaq mühiti isə qələvi mühitdir. Deməli, turş və qələvi olmaqla iki bir-birindən kəskin mühitdə zülalın parçalanması getmiş oldu. Bu doğru fikirdir. Həzm kanalında üzvü maddələrin parçalanmasında yalnız qarışıq sekresiya vəzləri iştirak edir. Bu yanlış fikirdir. Nəyə görə? Çünki həzm kanalında həm ağızda ağız suyu vəzinin tərkibində olan fermentlər, həm mədə fermentlərinin qidaya təsiri vardır. Yalnız mədə-altı vəzi deyil. Ona görə də yalnız qarışıq deyil, həm də xarici sekresiya vəzlərinin həzm kanalında qidaya təsiri vardır. Həzm kanalından kənarda yalnız 6 iri, xeyr 8 iri vəzin axarı kanaldan kənarda yerləşib həzm kanalına açılır. Hansılardır bunlar? 3 cüt iri ağız suyu vəzi, dil altı, çənə altı, qulaq dibi olmaqla bir ədəd
Qaraciyər, bir ədəd də mədə-altı vəzi, ümumilikdə 8 ədəd vəzin axarı həzm kanalına açılır. Ağız suyu vəzləri ağız boşluğuna, yəni bədən boşluğuna açılır. Qaraciyər 12 barmaq bağırsağa, yəni orqan boşluğuna, mədə-altı vəzi yenə 12 barmaq bağırsağa, yəni orqan boşluğuna açılmış oldu. 6 deyil, 8, ona görə yanlışdır. Öd həzm kanalında yağların gliserin və yağ turşularının parçalanmasını təmin etmir. Nəyə görə? Çünki öd yağları sadəcə mexaniki həzmə uğradır. Sanki iri yağ damlasını kiçik yağ damlasına parçalanmış olur. Yağların bu şəkildə gliserin və yağ turşularına parçalanması lipaza fermentinin hesabına ola bilər. Ona görə yanlış ifadədir. 2, 3, 4 bizim doğru cavabımızdır, yəni səhvlərimizdir. Öd mədə-altı vəzi fermentlərini fəallaşdırır. Bəli, öd lipazanın təsirini artırır. Öd lipazanı aktivləşdirir. Bu doğru fikirdir. Suyun sorulması da bəli, yoğun bağırsaqda getmiş olacaq. Sual 57. Sağlam insanın həzm kanalı boşluğunda aşağıdakılardan hansı baş vermez? Sualda ilk diqqət edəcəyimiz məqam insan bədənində gedən proses olması və həzm kanalı məsələsidir. Burada insan bədənində bir və ikinci proseslərə rast gəlmək olar. Lakin yalnız həzm kanalı deyirsə, o zaman birinci prosesi götürə bilər. Birinci proses aiddir, bizə baş verməzləri soruşur. Nişastadan qlikozanın parçalanması həzm kanalında baş verər. Ağızda nişasta öncə maltozaya, daha sonra isə qlikozaya parçalanır. Həmçinin nazik bağırsaqda da nişastanın qlikozaya parçalanması baş tuta bilər. Birinci baş tuta bilər, bu doğru fikirdir, götürmürük. Yəni baş verməzləri axtarırıq. Qlikozanın karbon qaz və suya parçalanması insan bədənində rast gəlinə bilər, lakin həzm kanalında deyil, qlikoza həzm kanalında parçalanmır. Qlikoza qana bu şəkildə keçir, yəni nişasta qlikozaya qədər parçalana bilər həzm kanalında. Ondan sonra qana keçəcək, hüceyrəyə daxil olacaq. Hüceyrənin sitoplazmasında qlikoliz, mitoxondrisində oksigenli mərhələ gedəcək və bu şəkildə, yəni tam parçalanmanın sonunda karbon qazı və su alına bilər. Amma insan bədənində baş versə də bu həzm kanalında deyil, insanın hüceyrə daxilində baş verəcək olan bir prosesdir. Ona görə həzm kanalında baş verməz götürdük. Karbon qazı və sudan qlikozanın alması fotosintezdir. Təbii ki, bu da insan bədənində baş verməz. Sual 58. Əgər xanı balığının skeletində 56 qabırğa varsa, bilirik ki, bir gövdə fəqərəsində 2 qabırğa birləşir. 56 qabırğa varsa, 28 gövdə fəqərəsi vardır. Və xanı balığında ümumilikdə onurğa sütununda olan fəqərələrin sayı bərabərdir. Gövdə fəqərələri üzərinə gəlsin, quyruq fəqərələri. Gövdə üzərinə gəlsin, quyruq fəqərələri. Gövdə fəqərələrimizin buradan sayı 28-dir. Ümumi fəqərlərimiz 39-dur. Quyruq fəqərlərində tapmış olsaq, bu bizə verəcək 11. 38-dən 28-i çıxsaq, cavabımız olar 11. Sual 59. İnsanda qanın hərəkət sürətinin damarların mənfəzinin ölçülərindən asılılığı hansı qrafikdə düzgün göstərilmişdir? Qanın hərəkət sürəti damar mənfəzi nə qədər genişdirsə, bir o qədər aşağıya düşmüş olacaq, yəni tərs mütənasibdir. Sual 60. İnsanda köpükçü sümükləri olmasaydı bu sümüklərin daxil olduğu skelet şöbəsi bu lavasitə neçə sümüklə birləşərdi? İnsanda köpükçü sümükləri döş sümüyünə birləşir və köpükçü sümükləri arxa tərəfdən də kürək sümükləri ilə birləşmiş olur. Kürək sümükləri isə bazı sümüklərinə birləşir. Bu şəkildə qeyd edək. Kürək sümükləri də bazı sümüklərinə birləşir. Əgər biz buradan köpükçü sümüklərini çıxarmış olsaq, kürək sümükləri sümük birləşməsi yaratmadan gövdəyə birləşməli olacaq. Əksər məməlilərdə, məsəl üçün itdə belədir. Orada köpükçü sümüyü yoxdur, yalnız 2 ədəd kürək sümüyü var və kürək sümüyü olduğuna görə kürək sümükləri bazı sümükləri ilə birləşir, 2 sümüklə birləşəcək. Lakin gövdə ilə bilavasitə sümük birləşməsi deyil, əzələr, vətərlər vasitəsilə birləşmə yaratmış olacaq. Ona görə də yalnız burada bazı sümükləri ilə birləşmə qalacaq, 2 ədəd bazı sümükləri ilə. Sual 61. Çay xərçəngi udlaqüstü sinir düyünündə məhrum olsaydı, İlk növbədə nə baş verərdi? Xərçəng və hərqəvi qurdlarda sinir zənciri vardır. Buğmayalardan xərçəng kimlərdə var və həmçinin hərqəvi qurdlarda da udlaq üstü, udlaq altı sinir düyünü, udlaq ətrafı sinir həlqəsi, qarın sinir zənciri olmaqla sinir sistemini bunlarda müəyyən etmiş oluruq. Udlaq üstü sinir düyünündən gözlərə və boğcuqlara sinirlər gedir. Əgər ki, bu düyünün impulsu pozularsa, yəni buradan düzgün şəkildə sinir impulsu ötürülməzsə və ya oradan sinir düyünündən məhrum olarsa, təbii ki, gözlərin və boğcuqların işi pozulmuş olacaq. Sual 62.
Ribosom məlumat elenti üzərində bir tripleti 0,8 saniyə sürətlə hərəkət edir. Ribosomun məlumat elenti üzərində bir triplet irəliləməsi bir ammin turşusunun gəlib zəncirə qoşulması deməkdir. Əgər bir ammin turşusu 0,2 saniyə gəlib zəncirə qoşulursa, 150 ammin turşusu X saniye gəlib qoşulacaq. Cavabımızı buradan müəyyən etmiş olacağıq. 30 saniyə. Sual 63 ilə davam edirik. Quruya çıxan ilk çox hüceyrəli produsentlərin biri. Biz quruya çıxan produsentlərdən psilofit və mamırları paleozoyrasın ordovik dövründə deyirik. Çox hüceyrəli produsent dediyi üçün birbaşa paleozoyrasın ordovik dövrünə keçə bilərik. Burada ilk dəfə olaraq psilofitlər və mamırlar quruya çıxmışdır. Sual 64. İnsan orqanizmində hansı vəzlərin sayı daha çoxdur? Deməli, burada tərvəzlər olacaq. Tərvəzləri verilən vəzlər içərisində say etibarilə insan bədənində daha çox olur. İri ağız suyu, ağız suyu vəzisi desə, bağırsaq vəzisi desə, mədə vəzisi desə, bəli, bunlar çoxdurlar. Amma iri ağız suyu vəzi deyəndə say 6 ədəddir, qarışıq sekresiya vəzi 2 ədəddir. Kişi və qadın üçün götürsək, toxumluqlardır. Kişilərdə və qadınlarda yumurtalıqlardır. Cinsiyyət vəzləri, yəni qadın bədənində 2 ədəd, kişi bədənində 2 ədəd. Daxili sekresiya vəzlərimizdə epifiz, hipofiz, qalxana bənzər, qalxan bənzər ətraf, timus, böyrək üstü olmaqla daimi daxili sekresiya vəzlərimiz isə 6 olacaqdır növ olaraq. Biz say olaraq da baxsaq, sayı təbii ki, tərvəzlərindən daha çox deyildir. Ona görə də cavabımız olur Y variantı. Sual 65. İnsanda baş beynin sol hissəsindən neçə kəllə beyin siniri çıxır? Ümumiyyətlə, mərkəzi sinir sistemindən 43 cür sinir çıxır. Bunun 12 cütü baş beyindən çıxır. Əgər sol hissə deyirsə, baş beyin sağ-sol olmaqla 24 sinir çıxır. Onun 12'si sol hissədən çıxmış olacaq. Sual 66. Şam ağacının yaşılımtıl sarı qozalarında ola bilməz. Şam ağacının sarımtıl yaşlı qozaları erkək qozalarıdır. Təbii ki, erkək qoza tozcuq hissəsi, pulcuq, tozcuqlardan yaranan qametlər, yəni spermlər ola bilər. Amma erkəkcik örtülü toxumlara aiddir. Şam isə çılpaq toxumlu bitkidir. Deməli, erkəkcik çiçəyin hissəsidir və örtülü toxumlarda rast gəlinir. Sual 67. Ördəkburun yexidnadan onunla fərqlənir ki, ördəkburun və yexidna bunlar hər ikisi İlk məməlilərə aiddir. Hər ikisi süd vəzlərinə malikdir, amma yumurta qoymaqla çoxalırlar. Ördəkburun yexidnadan fərqli olaraq balaların üzərində, yumurtaların üzərində kürt yatır. Fərqi bundan ibarətdir. Yadda saxlamaq üçün də hansıydı kürt yatan yadda saxlamaq üçün ördək burun quşlarla oxşadıb. Quşlar kürt yatır, ördəkburun da kürt yatır deyib yadda saxlaya bilərik. Sual 68. Birinci diploid bitkinin endosperm hüceyrəsində 66 xromosom var. Bizə 2 bitki verib. Birincinin endospermi 66'dır. 3 eni 66'dırsa bunun 2 eni 44, eni ise 22 olacaktır. 2 eni 44'tür. İkinci diploid bitkinin kök hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində. Kök hüceyrəsi bədən hüceyrəsi. Bədən hüceyrəsi somatik hüceyrədir. Somatik hüceyrə anafaza mərhələsi mitoz anafazadan danışır. Normalda deməli fərdin somatik hüceyrəsi 2 endirsə, mitoz anafaza mərhələsində bu rəqəm 4 enə qalxır. Mənim 4 enim 64-ə bərabərdirsə 2 enim olacaq 32. Deməli, bizim diploid yığımlarımız 44 ve 32'dir. Birinci bitkimizin diploid yığımı 44, ikinci bitkimizin diploid yığımı ise 32'ye bərabərdir. Bu bitkilerin çaprazlaşmasına alınan dölsüzlüğü Karpachenko metodu ile aradan kaldırılan hibridin somatik hücresinde neçə xromosom var? Karpachenko metodunun tətbiqi nədən ibarətdir? Yəni hesablayarkən ya fərdlərin somatik hüceyrələrini birbaşa toplaya bilərik ya da fərdlərin deməli somatik hüceyrələrindən qamet alarıq. Bunları toplayıb alırıq zigot. Deməli, bu olacaq 38 və dölsüzlüyün Karpachenko metodu ilə aradan qaldırması. Hal-hazırda aldığımız hibrid dölsüz hibriddir. Biz bunun dölsüzlüyünü aradan qaldırmaq üçün xromosom yığımını 2 dəfə artırırıq. Bu da olur artıq döllü hibrid. Cevabımız olacaq 76 Y variantı. Aradan kaldırılan dediği için o zaman döllü hibridi götürür. Kaldırılmamış sadece hibridin somatik hücresinde deseydi 38 ilə kifayətlənərdi. Sual 69. Işıq şüaları insan gözünün hansı hissəsində sinir uçlarına çevrilir? Gözümüzdə
deməli işıq dalğaları torlu qışaya qədər gəlir. Oradan sonra isə sinir impulsu başlayır. Ona görə də torlu qışada işıq dalğaları sinir impulslarına çevrilmiş olur. Buynuz qışa, ön kamera, bəbək, arxa kamera, billur, şüşəyə bənzər cisim, daha sonra torlu qışanın reseptoru. Bura qədər dalğadır. Torlu qışanın reseptorları qıcıqlanandan sonra işıq dalğaları sinir impulslarına çevrilir və bu şəkildə ötürülür mərkəzə. Sinir impulsları necə gedəcək? Torluq şan reseptoru, görmə siniri, orta beyin, ara beyin, ənsə payı. Bu şəkildə sinir impulsları ənsə payında gedib analiz olunacaq. Və harada çevrilir deyərsə, torluq şanı götürmüş olduq. Sual 70. Kələmin meyvəsində əmələ gəlməsində iştirak edənlərin hansının sayı daha çoxdur? Ümumiyyətlə, bir kələm çox toxumlu bitkidir və hər toxumunun yaranmasında ayrı-ayrı şüym hissəsində mayalama getmiş olur. Çünki nə qədər yumurtacıq varsa, bir o qədər də şüym hissəsi var, bir o qədər də toxum yaranmış olacaqdır. Və bir toxumun yaranması zamanı mayalamada iştirak edir. Mərkəzi hüceyrə, yumurta hüceyrə, sperm. İki sperm iştirak etmiş olacaq. Və şüym hissəsinə nəzər salmış olsaq, tutalım ki, bizim kələm bitkimizin şüym hissəsində 4 ədəd, 5 ədəd deyək ki, yumurtacıq var. 5 ədəd yumurtacıq varsa, 5 ədəd şüym hissəsi var deməkdir. Tam 5 ədəd şüym hissəsi var deməkdir. Yumurtacıq 5-dirsə, o zaman hər şüym hissəsinə bir tozcuq dənəsi gəlmiş olacaq. O zaman 5 tozcuq dənəsi olacaq. Və hər şüym hissəsində bu proses gedəcək üçün 5 şüym hissəsi varsa 5 yumurta hücrələri olacaq. Hər tozcuq dənəciyindən bir tozcuq borusu cücərməlidir. Əgər bizim 5 tozcuq dənəciyimiz varsa 5 ədəd tozcuq borusu olacaq. Çünki 5 yumurtacıq götürmüşük. Lakin erkək qametlərə baxsaq 5 toxumun yaranması zamanı birində 2 sperm olduğu üçün 5-də 10 erkək qamet iştirak etmiş olacaq. Sual 71. Şəkildə göstərilən qurdlar üçün ümumi olanları seçin. Birinci qurd exnokok. İkinci qurd qaraciyər sorucusu. Üçüncü qurd isə öküz soliteridir. Və biz bilirik ki, bu qurdlar deməli yastı qurdlar tipinə aiddir və bu tipin bütün nümayəndələri hermafroditdir. Yəni bir canlıda həm dişi cinsi hüceyrə, həm də erkək cinsi hüceyrəyə rast gəlinir. Bunlarda əksərən oturaq və ya parazit həyat tərzi ilə əlaqədardır. Və baxaq, ümumi olanlar istəyir. Heyvanlar aləminin eyni tipinə aidlər, bəli, hamısı yastı qurdlar tipinin nümayəndəsidir. Ayrı cinsiyyətlilər, xeyr, hamısı hermafroditdir. Şəkildə sürfə mərhələləri göstərilib, xeyr, burada hamısının yetkin fərd mərhələsi göstərilmişdir, yanlışdır. Sonra sormacıları yalnız qidalanmağa xidmət edir, yanlışdır. Çünki deməli qaraciyər sorucusunda iki sormacı var. Ağız və qarın sormacı. Ağız sormacı həm qidalanma, həm yapışma, qarın sormacı yalnız yapışmağa xidmət edir. Həmçinin soliter və exnokokun həzm sistemi yoxdur. Bunların sormacıları yalnız yapışmaqda rol oynayır. Bunlar qidanı sormaqla deyil, bədən səthindən bağırsağın möhtəviyyətində olan həzmə hazır qidanı bədən səthi ilə çəkirlər özlərinə. Ona görə də sormacılar qidalanmada rol oynamır, yapışmada rol oynayır deyə bu fikirdə yanlış olacaq. Tənəffüs sistemləri yoxdur. Bəli, heç birinin tənəffüs sistemi yoxdur. Ümumiyyətlə, yastı qurdlarda cinsiyyət, ifrazat, həzm və deməli sinir sistemi yaranmışdır. Tənəffüs sistemi yox, qandamar sistemi yoxdur. Bədən boşluğuna malik deyirlər. Bəli, ilk dəfə bədən boşluğu saf qurdlarda ilk bədən boşluğu yaranacaq. Bunların bədən boşluqları yoxdur. Ona görə doğru fikirdir. Cavabımız olur 1, 5, 6. Sual 72. Mətndəki sözləri müvafiq ardıcıllıqla yerləşdirin. Orqanizmdəki hormonlar çox mühüm funksiyalar yerinə yetirir. Bunlardan deməli, toxuma və hüceyrələrin oksigen sərfiyyatı bunu tiroksin hormonu edir. Nəyə görə? Çünki maddə mübadiləsində rol oynayır. Və mübadilə proseslərinin gedişatında oksigen sərf olunur. Oksidləşmə reduksiya reaksiyalarında oksigen sərfiyyatı var. Ona görə də təbii ki, toxuma tənəffüsündə oksigen udulurdu, karbon qazı ayrılırdı mitoxondrilərdə gedən tənəffüs zamanı. Qanda fosfor, kalsium mübadiləsini tənzimləyən burada parat hormonu götürəcək. Glukoza sərfini stimullaşdıran isə olacaq insulin hormonu. Cavabımız olur 3, 1, 2.
Sual 73 ilə davam edirik. Şəkildə qrafikdə stabilləşdirici seçmə təsvir edilmişdir. Diqqət ediriksə qrafik kənarlardan sıxılmağa başlayır. Kənar hədlər gedir, orta hədlər qalır. Stabilləşdirici seçmə təbii seçmənin formalarından biridir və ilk dəfə Schmalhausen tərəfindən müəyyən edilmişdir. Stabilləşdirici seçmə əlamətin orta göstəricisinə malik olan fərdləri qoruyub saxlayır. Orta göstəricisindən kənarda olanları çıxdaş edir. Və stabilləşdirici seçməyə biz canlı qazıntılardan Hatteriyanı, Latimeriyanı, Ginkonu, Neşterçəni bunları misal göstərə bilərik. Daha sonra stabilləşdirici seçməyə nümunə fırtına zamanı İngiltərədə uzun və qısa qanadlı sərçələrin fırtınanın təsirindən məhv olması, orta qanadların salamat qalması, bir də boz dovşanın qulaqlarını misal göstərirdik. Boz dovşanın deməli qulaqlarının çoxlu miqdarda kapiyarlarla zəngindir. Qulaqların ölçüsü həddindən çox iri olan həmin o kapiyarlardan bədən temperaturunu daha çox miqdarda itirir. Və kapiyarlar bədən temperaturunun tənzimində rol oynayır. Qulaq nə qədər böyüksə bədən bir o qədər temperatur aşağı düşür deməkdir. Və boz dovşanın həddən çox iri qulaqları qışda bədən temperaturu çox aşağı düşdüyü üçün ölür. Həddən çox kiçik olan qulaqlar bədən temperaturunu tənzimləyə bilmədiyi üçün, yəni temperaturu çox aşağı sala bilmədiyi üçün yayda istidən ölür. Orta qulaqlar salamat qalır. Bir sözlə stabilləşdirici seçmə əlamətin orta göstəricilərini qoruyur. Orta göstəricidən kənar olanlar isə çıxdaş etmiş olur. Təbii seçmənin sxemdə göstərilən formasına aid olmayanları seçin deyir. Bu stabilləşdirici seçmə oldu. Dedik ki, olmayanlar istəyir. Populyasiya üçün səciyyəvi olan əlamətin orta göstəricilərinə malik fərdlərin kənar edilməsi. Bəli, bu orta göstəricilər əslində qoruyub saxlayır. Bu stabilləşdirici seçməyə aid deyildir. Cücülərlə tozlanan bitkilərin çiçəyin ölçülərinin az dəyişməsi. Az dəyişməsi, dəyişməməsi, stabil qalması stabilləşdirici seçməyə aiddir. Əsasında divergensiya dayanır. Yəni əvvəl mövcud olan bir formadan iki fərqli formanın yaranması bu daha çox disruptiv seçməyə aid bir xüsusiyyətdir. Yəni stabilləşdirici deyil, götürdük. Az və ya çox dərəcədə sabit şəraitdə populyasiyanın bir çox illər ərzində dəyişməz qalması deyilsə, stabil deyilsə, stabilləşdirici seçmədir. İri sənaye rayonlarında kəpənəklərin tüt formalarını, açıq formaları çıxışdırması bu Darwin seçməsidir və hərəkət verici seçməyə aiddir. Yəni stabilləşdirici deyil. O stabilləşdiricinin əgər bu hərəkət verici seçmənin qrafiki olmuş olsaydı, qrafik bu şəkildə irəliyə doğru və bu qrafik bu şəkildə irəliyə doğru getmiş olardı. Kənarlardan itki deyil, irəliyə doğru yeni bir xüsusiyyət qazanmış olardı. Bu xüsusiyyət hərəkət verici seçməyə aiddir, Darwin seçməsidir. 2 cavabımız olur 1, 3, 5. A variant 6-cı fikrə də baxaq. Fırtına zamanı uzun və qısa qanadların məhv olub orta qanadların qalması az öncə dedik ki, stabilləşdirici seçməyə nümunədir. Sual 74-ə baxırıq. Əlverişli şəraitdə 1 saat ərzində 2 ilkin bakteriyadan maksimum neçə bakteriya əmələ gəlir? Bakteriya məsələlərində düsturla da istifadə edə bilərsiniz. NT bərabərdir. N0 vuraq 2 üstü N düsturundan. Bölünmələrə sərf olunan zamanı 1 saat, yəni 60 dəqiqə verib, bir bölünməyə sərf olunan zaman maksimal sürətlə bölünmədən, yəni maksimal bakteriyadan gedirsə, bir bölünməyə sərf olunan zaman olacaq 20 dəqiqə. Bizim nəsli sayımız isə olacaq 3. Başlanğıc bakteriyamızın sayı isə 2-dir. Deməli, o zaman biz düstura nəzərən müəyyən etmiş olsaq 2 vuraq, 2 vuraq, 2 üstü 3, bu da bizə verir 16. Bunu düstursuz da təbii ki edə bilərik. Bizə 3 nəsil verib. Başlanğıc bakteriya sayım 2-dir. Bir 20 dəqiqənin tamamında 4 fərd, növbəti 20 dəqiqənin tamamında deməli 8 fərd, növbəti 20 dəqiqənin tamamında deməli 16 fərd yaratmış olacaq. 20, 20, 20. Bir saatın sonunda 16 fərd yaratmış olduq. Başlanğıc bakteriya, bu da son bakteriyamız olur. Sual 75. Heyvanlar aləminin nümayəndələrində tənəffüs orqanı qəlsəmədir və qan damar sistemi açıqdırsa, burada tənəffüs orqanı qəlsəm olan A, C və E-dir. Lakin qan damar sistemi açıq deyilsə C və E-ni götürə bilərik. Balıqlar da qapalıdır. Qandamar sistemi açıqdır, ürəyi 2 kameralıdır. Qandamar sistemi açıqdır, ürəyi 2 kameralıdır. Burada açıq qandamar sistemi olub da ürəyi 2 kameralı olan gölməçik bizini misal göstərə bilərik. 2-yə B-ni götürərik. Bir dəqiqə. İkinciyə B-ni götürəcəyim. Daha sonra
Aha, daha sonra ikinci fikrimiz oldu bizde B. Aha. Daha sonra devam edirik. Tənəffüs orqanı qəsəmələrdir. Ürək içi kameralıdır. Burada balığı aid edə bilərik. Yəni A-nı götürəcəyik. Biz burada e, zolaqlı kərtənkələni heç birinə götürə bilmədik. Çünki zolaqlı kərtənkələ gəlsinmə deyil, ağciyər tənəffüs edir. 1-ə C, Y, 2-yə B, 3-ə də müəyyən etmiş olacağıq. Tənəffüs orqanı qəlsəmələrdir, ürək içi kameralıdır. 3-ə də A-nı qeyd edə bilərik.